bilirsiniz, bizim əqidə ehtimalları Nə demək istədikləri, nədən demək istədikləri aydındır. Amma bizim ədəbiyyatımızda belə bir məsələ var. Nədən deməyin şərt deyil. Məsələ odur ki, onu necə təqdim eləyirsən, necə çatdırırsan. Axı bizim leksikamızda alqışı zallıq eləmə, əqidə ehtimallıq eləmə, belə bir söz, belə bir söhbət yoxdur axı. Alqışı necə zallıq eləmək olar, ümumiyyətlə əqidə ehtimallıq eləmə, bu ehtimal etməzsən, amma ehtimallıq eləmə, mən şəxsən bir xiridar kimi bu söhbəti qəbul eləmirəm.